Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Ələşrəf qızı. Təyyarə qəzasında Rusiya izi axtaranlara səfirdən cavab gəlib əziz tamaşaçılar. Rusiyanın Ankaradakı səfirliyi Türkiyəyə baş sağlığı verib və baxaq görək nə deyib. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi bilirsiniz ki, ötən gün Azərbaycandan uçuş zamanı Gürcüstan hava məkanında qəzaya uğrayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin kabinəsi və quyruq hissəsinin parçalandığı görünür və bu kadrlar Türkiyə ictimaiyyətində və sosial mediada müxtəlif ehtimallara, o cümlədən təyyarənin vurulması ilə bağlı söz-söhbətlərə səbəb olub və bundan sonra Rusiyanın Ankaradakı səfirliyi Türkiyəyə baş sağlığı verib və belə deyib. Lakin bəzi sosial media istifadəçiləri qəzada Rusiyanı günahlandırmağa başlayıblar. Bizim təyyarəmizi Rusiya vurdu kimi paylaşımlara cavab olaraq səfirlik rəsmi hesabından belə yazıb. Ümumiyyətlə, sizin ağlınıza bu fikir necə gələ bilər? Rusiya səfirliyi daha sonra C-130-un qəzaya uğradığı ərazinin xəritəsini dərc edib, həmin bölgənin Rusiya ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb. Eyni zamanda səfirlik oxşar ittiham irəli sürən digər istifadəçiyə cavabında belə deyib. Biz sizin düşməniniz deyilik. Rusiya və Türkiyə arasındakı münasibətləri yaxşılaşdırmağa çalışırıq. Qeyd edək ki, əziz tamaşaçılar, hadisə nəticəsində Türkiyə ordusunun 20 hərbiçisi şəhid olub və onlardan əlbəttə bir nəfərin axtarışları hələ də davam edirdi. Əgər bugün tapılıbsa, deməli, məlumatım yoxdur. Amma dünən Rəcəb Tayyip Ərdoğanın açıqlamasında da bildirilirdi ki, 19 şəhid Türkiyəyə yola salınıb. Təsirli hər birinin həyatı, hər birinin hekayəsi çox təsirlidir və onlardan birinin deməli, haqqında olan məlumatı sizinlə bölüşüb dərhal qonağımı salamlayacağım. Qardaşım mənə zəng etdi, dedi ki, Azərbaycandan gələn təyyarə qəzaya uğrayıb. Gözlədik, axşama yaxın bəd xəbər gəldi. Bunu Azərbaycandan qalxan və Gürcüstanda qəzaya uğrayan Türkiyənin C-130 hərbi yük təyyarəsinin şəhid olan ekipaj üzvlərindən biri baş çavuş İlkər Aykutun atası Ünal Aykut deyib. Mənim oğlum Əhmədin və ya Məhmədin oğlu kimsə bu işlə məşğul olmalıdır. Onlar olmasa bizim vətənimiz olmaz deyib. Bizim kimi minlərlə şəhid ailəsi var. Hamısının gözlərindən öpürəm. Çox ağır bir şeydir. Allah heç kimin başına gətirməsin, amma bunlarsız da vətən ola bilməz deyir. Vətənimizin yaşamasını istəyiriksə, bəzilərimizin övladları belə gedəcək. Bu yaxınlarda bir reportaj gördüm. Müxbir bir nənəmizi qəbristanlığa aparırdı. Övladı şəhid olmuşdu. Ona yazdım. Dedim ki, anacan, başın sağ olsun. Allah məkanını cənnət eləsin. Bunu mənə Allah dedirtdi deyir. 3 gün sonra öz övladım şəhid oldu. İlkər Aykutun atası Ünal Aykutdan gələn belə bir təsirli deməli açıqlama əziz tamaşaçılar. Mənim isə qonağım Ümid Partiyasından Tamilla Qulamidir. Hər birinizdən ricam verilişimizi lütfən bəyənin və paylaşın. Deməli, təyyarə qəzası, paradda iştirak edən, belə deyək, F-16'ların, bəlkə də belə desək, texniki heyəti bir təyyarədə idi və əziz tamaşaçılar, F-16'lar isə Bakı səmasını, necə deyərlər, heyrətə gətirmişdi. Hər halda, deməli, burada bir xüsusilə Rusiya səfirliyi doğrudur, fikir bildirir ki, biz düşmən deyilik, bizim ümumiyyətlə bu xəritəyə baxır ki, bura bizim coğrafiyamız deyil və s. və ilaxır. Amma Rusiyaya fokuslanan, demək olar ki, əksər böyük bir kütlə vardı, onlar dərhal belə düşünürdülər. Bəlkə də ona görə ki, Rusiya çıxıb həmişə belə məsələlərin arxasından ona görə. İstənilən halda bu təyyarə qəzasında şübhələr, bax bunu müzakirə edəcəyik. Sizdən ricam verilişimizi bəyənin və paylaşın. Mən isə Tamila xanımı salamlayayım. Tamila xanım, xoş gördük. Xoş gördük Ləman xanım. Mən də sizi və əziz və dəyərli Laf TV izləyicilərini salamlayıram. Dəvət üçün təşəkkür edirəm və əlbəttə ki, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun və sanki elə bir Qarabağ savaşına, Qarabağ müharibəsi şəhidlərinə daha 20'si əlavə olundu.
Həm də noyabr ayı olduğu üçün biraz həssas oldu. Bəli, Çünki həssas. 20 noyabrda da bizim bir helikopter qəzamız var idi və bu işin də arxasından Rusiya çıxdı və indi də hətta dünən ötən gün MiG-29-u xatırladılar. O Atakişiyev rəhmətli Qabil müəllimin kürəkəni Rəşad Atakişiyev Xəzər dənizə düşdü və oxşar. Onda da heç bir siqnal olmamışdı, indi siqnal yoxdur. Bəzi əlamətlərə görə Rusiya məsələsi gəldi gündəmə. Amma səfirliyin də açıqlamasını görürsünüz, təbii ki, kimsə deməyəcək ki, mən eləmişəm. Amma nə qədər Rusiya izi ilə bağlı səslənən fikirlər var ki, bunun arxasında da Rusiya durur. Nə düşünürsünüz? Əslində, Rusiya harda qanqada varsa, harda təxribat varsa, bölgədə ancaq Rusiya ağla gəlir, bir də İran. İranın hal-hazırda Türkiyə ilə münasibətlərində o qədər də belə bir addım ata biləcəyini düşünmürəm. Ümumiyyətlə, ehtimal da etmirəm. Çünki İran ona getməz. Hər şey ola bilər. Yəni, biz Rusiyadan da, İrandan da hər şeyi gözləyə bilirik ki, gözləyirik də. Çünki illərlə Azərbaycana da, Türkiyəyə də qarşı çox fərqli və düşmən münasibəti bəsləyib. Rusiya hal-hazırda hiləgər münasibətlərin izindədir daha çox. O, Ukrayna-Rusiya savaşı zəminində düşünmürəm ki, Türkiyəni özünə düşmən bəlirləsin. Yəni, yenə də deyirəm, qanın, qadanın, təxribatın, faciənin, terrorun olduğu yerdə həmişə Rusiya var. Rusiya zaten yaxın şərqdə də, orta şərqdə də işğalçı siyasət yürüdən qüvvələri, terrorçu qüvvələri hər zaman dəstəkləyib. Ona görə sadəcə bu məqamda Rusiyanın Türkiyəni qarşısına ala biləcəyi ehtimalı biraz Rusiyanın özünün ayağına sıxmaq kimi, özünə intihar kimi dəyərləndirmək olar. Yəni, heç bir halda dünyada və bölgədə sıxışdırılan Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycan tərəfindən artıq, belə deyək də, fərqli bir məqamda yerləşdirilən Rusiya Türkiyəni əlindən çıxartmaz. Düzdür, ehtimal oluna bilən məqamlar var ki, çünki Gürcüstan sərhəddində bilirsiniz ki, vurulub. Gürcüstanın işğal altında olan ərazilərindən də vurula bilər. Çünki, məsəl üçün, mən ekspert deyiləm, hərbi ekspert deyiləm. Bu istiqamətdə bildiyim o qədər də bir şeylər yoxdur. Amma sadə bir məqamlar da var ki, məsəl üçün, təyyarə düşəndə parçaları bölünüb düşdü. Düzdür, məsəl üçün, orada qeyd olunur ki, kənar müdaxilələr yox idi. İlkin olaraq, necə ki, məsəl üçün, dekabr ayının 25-də 2024-cü ildə bizim təyyarəmiz vurulanda həmən yaxınlaşan kimi dedilər ki, bura kənar müdaxilələr var, vurulub. Yəni, quşların vurulmasına filanla... Yəni, o versiya qarşıdırıldı. Çünki gövdədə deşiklər vardı. Deşiklər var idi, vurulmalar vardı. Hətta video çəkilişlərdə belə səslər gəlirdi. Partlama, vurulma səsləri gəlmişdi. Burada isə ilkin olaraq versiyalarda qeyd elədilər ki, Türkiyənin özü də qeyd elədi ki, burada hər hansısa bir kənar müdaxilə yoxdur. Bir dənə də versiya ki var, bu 64-cü ildən səhv eləmirəmsə, istismarda olan bir təyyarədir. Amma yenə də qara qutu indi bugün artıq Türkiyəyə göndərilir. Yəqin ki, qara qutuda artıq danışıqlar da ortada yoxdur. Yenə, məsəl üçün, bizim operatorlarla, pilotların danışıqları ortaya çıxmışdı. Bunlarda heç bir siqnal olmadı, heç bir, belə deyək də, təyyarədə olan hərbiçilərlə bağlı onların danışıqları belə yoxdur gündəmdə, stenoqraması da çıxmadığı gündəmə. Ona görə düşünürəm ki, qara qutunu gözləmək lazımdır. Çünki Türkiyənin özü belə bu istiqamətdə hər hansısa bir fikir səsləndirir. Hətta dünən Rəcəb Tayyib Ərdoğanın, Baxçalının açıqlamaları oldu. Onlar dedilər ki, bu versiyaları filanları yığışdırın. Hətta Baxçalıda bir hədə var idi ki, yəni başınız ağrıyır. Bəli, yəni bu məsələlərdə əslində o demək deyil, məsələn, Rusiyadan qorxmaq falan məsələlərində yenə də qeyd etmək istəyirəm ki, məsəl üçün, Baxçalının bu sərt çıxışı onu göstərirdi ki, yəni Rusiya və yaxud da ki, başqa kənar hansısa dövlət Türkiyəyə nəsə eləyə bilməz. Bu mümkün deyil. Amma niyə görə 64-cü ildən səhv eləmirəmsə, istismarda olan bir təyyarə, yəni niyə görə hələ də baxışdan deyirlər ki, ən son səhv eləmirəmsə 20-ci ildə baxışdan keçirilib. Səhv etmirəmsə. Amma dünən mən fikir verdim, Türkiyə mətbuatı ümumiyyətlə o versiya üzərində dayanmaq istəmirdilər. Deyirdilər ki, yəni yerdə 2 saat qədər deməli Gəncədə texniki baxış keçirilir. Hətta gediş gəliş olur. Bəli. Onu ümumiyyətlə onlar qaldırırlar. Bir neçə dəfə bəli, Balıkəsirə gediblər, təzədən qayıdıblar. Həmin günü səhər tezdən gediblər, qayıdıblar. Yəni daim hərəkətdə olublar. Ona görə ona da heç özləri önəm verirlər ki. 8 noyabrdan, bəli, 11 noyabra qədər dəfələrlə qeyd edirlər ki, gedib gəlib.
uçuş həyata keçirib bir neçə dəfə, amma onda demək ki, belə çıxır ki, əgər bunun istismar müddətinin başa çatmaması varsa, texniki baxış həyata keçirilibsə, hər şey yerində idisə, demək ki, ya içəridə olan hər hansısa bir texnikanın partlayışı nəticəsində nəsə ola bilər. Çünki F-16-nın hissələri olur. Onların yaxşı bərkidilməməsi ola bilər. Ola bilər. Amma maraqlı məqam odur ki, video süjeti siz baxmısınız da, videoya baxmısınız. Yəni o düşəndə parça-parça düşdü. Hərəsi bir yerdədir, hətta birinin də nəşi tapılmayıb. Ümid eləyək ki, bəlkə salamat çıxar içlərindən kimsə, amma çox təəssüflər olsun ki, artıq qeyd olunur ki, elə bir partlayışda, elə bir düşüşdə yəni ola bilməz. Yəni bir də məqam var ki, məsələn, paraşütlər, məsələn, əgər həmin bir məqam baş vermişsə, niyə görə atlamırlar? Yəni biz demək ki, içəridən də ciddi şəkildə bir partlayış olub ki, onlar həmin force major vəziyyətdən istifadə eləməyiblər. Həmin o spontan baş verən nəsə olubsa, ondan istifadə eləyə bilməyiblərsə, demək ki, ola bilsin ki, yəni ortada nəsə bir məqam var. Yenə də bunu qara qutunu yəni gözləmək lazımdır. Türkiyə açıqlama verəcək yoxsa yox. Çünki Gürcüstan mediasına da mən baxdım. Gürcüstan mediasında belə versiyalar yoxdur. Yəni hansısa bir vurulma versiyası olsun ya nəsə, onlar da qara qutunu gözləyirlər. Biz də gözləyək, çünki həqiqətən də və düşünürəm ki, mən dünən də dedim bunu ki, yəni bu Türkiyədir. Türkiyə ilə belə zarafatlar olmaz. Yəni bu qara qutu, məsəl üçün bizim qara qutumuzun başında 100 cür haqqı hesab oldu. Orada Rusiya deyir, yox, mütləq mən araşdıracağam. Hərçəndə ərazi Qazaxıstana məxsusdur. Məsəl üçün, Qazaxıstan baxırsan ki, Rusiyasız hansısa bir özəllik, bir güc nümayiş elətdirə bilmir. Mütləq və mütləq orada Rusiyanın təsiri var. Amma Türkiyə ilə bağlı məncə bu keçməz. Yəni, o qədər də uzun boylu deyil Anadolu Türklər demiş. Amma maraqlı məqam da odur ki, çox təəssüf ki, həmin günü geri qaydanda Pakistanda da təxribat oldu. Sanki bu təsadüflər yəni ona gətirib çıxardır ki, bu dövlətlərin birliyinə qarşı hər hansısa bir təxribat törətmək istəyən qüvvələr var. Amma yəni yenə də diqqətə gətirdilər. İsrail məsələsində diqqətə gətirdilər. İsrail əsla Türkiyə ilə qarşı durmaya getməz. Yəni bu məqamda düşünmürəm gedək. Mən şəxsən Rusiyaya daha çox fokuslanmışam. Həqiqətən də İslamabadda da baxın 14 nəfər öldürüldü, həlak oldu o hadisədə, terror hadisəsində. Onlarla yaralı var. Olur belə bir şeylər. Dünən elə o faktları siz demişkən toplanmışdılar. Bizdə də Ermənistanla sərhəddə yanğın törətmişlər. Gədəbəyin Mormor kəndi istiqamətində yanğınlar vardı deyirdilər. Yəni bir göz, bu ölkələrin gözünün odunu almaq. Bu isə həmişə o ölkə deyil də. Bəli, kimin başının altından çıxıb bu tip, bu ancaq Rusiyanı ağla gətirir. Yəni kaş ki yanılaq. Kaş ki yanılaq, bu bir qəza olsun, amma istənilən halda dəhşətli idi. Rusiyada həmişə sağ göstərib sol vuran bir dövlət olub. Hər şey ola bilər. Zaten dövlətlərarası münasibətlərin daha da kəskin bir müstəviyə çıxmaması üçün bəzən dövlətlər olub ki, məsəl üçün o hər hansısa bir təyyarəsi, məsələn Polşa ilə Rusiya arasında prezidentin təyyarəsinin qəzaya uğraması nəticəsində prezidentin ölməsini, məsələn, o qədər üzərinə getmədilər. Bu artıq onun göstəricisidir ki, bəzən dövlətlər belə məsələlərdə üstündən keçməyə çalışırlar ki, münasibətlər daha da kəskinləşməsin, daha da dərinləşməsin. Ümid eləyirəm ki, bu Rusiya-Türkiyə arasında həmin məsələ olmayacaq. Eyni analogiyanı yaşamayacaqlar deyə düşünürəm. Çünki bölgədə necə olub Türkiyə birdən Rusiyanın təyyarəsini vuran kimi 2016-cı ildə dərhal bir müharibə vəziyyəti elan elədilər. Türkiyə üzr istədi. İndi sən 20 dənə üstə gəldi. Üstə gəlirsə bunlar elə bir heyətdir ki, yəni biz həmişə bilirik ki, bax bu zabit heyətidir, hərbiçi heyətdir. Yəni bunların hazırlanması illər istəyir. Yəni Rusiya buna nəyə nail olacaqdır ki? Yəni vurubsa da belə, hətta vurubsa da belə nəyə nail ola biləcək? Sadəcə qeyd etmək lazımdır ki, məsəl üçün Rusiyanın Azərbaycan təyyarəsini vurması bu açıq-aydın məsələ idi. Açıq-aydın bir məsələ idi. Azərbaycana qarşı təxribat idi. Çünki Rusiya bütün hallarda Cənubi Qafqaz dövlətlərinin əlindən çıxmaması üçün çalışır. Hətta bu gün Rusiya Ermənistanla belə təzyiq dilində birbaşa danışmır. Niyə danışmır? Çünki Cənubi Qafqazda Rusiyanı saxlayan dövlət Ermənistandır. Heç bir dövlət deyil. Məsəl üçün, düzdür, Azərbaycan artıq separatizmin kökünü Cənubi Qafqazda kəsib, amma Gürcüstanla bağlı onu deyə bilmərik. Çünki Gürcüstanda hələ də Abxaziya, Şimali
Cənubi Osetiya məsələsi var. Ona görə də bu məsələlərdə düşünürəm ki, ciddi şəkildə Rusiyanın hətta bu istiqamətdə addım atması, yenə də demək istəyirəm ki, özünə intihardan başqa bir şey olmayacaq. Çünki Türkiyənin bu məsələdə sakit qala biləcəyini düşünmürəm. Xüsusilə də Ərdoğanın simasında. Deməli, əziz tamaşaçılar, 300-dən çox insan var canlı yayımda. Mən bir neçənizin rəylərini oxuyacağım. Deməli, təbii ki, əksəriyyət forever, yəqin öz adı ilə yazmır, İsrail ola bilər deyir. Eyni zamanda burada ehtimallar arasında İran da qoşulur. Hətta deyirlər ki, İran rəisinin cavabını vermək məqsədi ilə bunu edə bilərdi. Başa düşmədim, rəisini Azərbaycan öldürmüşdümü, yoxsa Türkiyə öldürmüşdümü? Rəisini bir sınıq salxaq helikopterə mindirib yola salmışdılar və ən sonunda da məlum oldu ki, bəlkə də özləri idi. Özləri aradan götürüb. Bəli, onda da mən inanmıram ki, onda o helikopterin, yəni o köhnə olması əsas verdi. Özünüz aradan qaldırdınız. Burada nə Azərbaycan, nə Türkiyə heç ümumiyyətlə aidiyyatı yoxdur. Və burada bir maraqlı xəbər də o cür parçalanma yalnız daxildən detonasiya olub deyə yazırlar. Təyyarə Çin maşınları kimi alma qabığından yığılmır. Özü bu təyyarələr zirehli olur. Bəli, özü bu təyyarələrin özəlliyi haqqında, xarakteristikası haqqında ötən gün oxudum. Bəli, sıradan bir təyyarə deyil və qiyməti də milyonlarla dollardır. 60 milyon idi, 70 milyon dollar qiymət verirlər. Hakimiyyətə müxalif olan qüvvələr bu versiyalara əl atırlar. Məsəl üçün, mən müxalif qüvvələrin fikirlərinə də baxdım. Orada sadəcə olaraq bu versiya üzərində dayanırlar ki, istismar müddəti bitən falan. Niyə o qədər olur ki, illərlə, məsələn, bir təyyarənin texniki baxışı, yəni eyni cür, yəni 64-cü ilə məxsus ola bilər, amma yenidən də belə deyək də hazırlanma versiyaları var. Sadəcə yenə də deyirəm, dövlət, Türkiyə kimi dövlət, yəni belə bir texniki baxışdan keçirilməmiş bir təyyarədə yanlışlıq, səhvlik edə bilməz. Yəni həqiqətən də həmin günü dəfələrlə 8 noyabrdan 11 noyabra qədər həmin helikopterin dəfələrlə enib qalxdığının, yəni Gəncədən Türkiyəyə, Türkiyədən Gəncəyə, yəni gediş-gəlişinin deməli trayektoriyasına ümumiyyətlə bağlı hər şeyi danışdılar. Və dedilər ki, hətta bu təyyarə gəlib ardınca Azərbaycanlı hərbiçiləri aparmalı idi. Bunları yerləşdirib dalınca gəlib Azərbaycanlılara aparmalı idi. Dünən bax belə bir fikir də var idi ortalıqda. Türkiyə tərəfinin açıqlaması vardı. Mən deyirəm, bəlkə yanlış ediblər, ola bilərmi ki? Yəni məqsəd Azərbaycanlı hərbiçiləri aradan qaldırmaq olub. Yəni bizim qonşularımız o qədər Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyiblər ki, düz illərdir bizi parçalayıblar. Azərbaycan, bütöv Azərbaycan parçalanıb, Quzey Azərbaycan, Cənubi Azərbaycan, Qərbi Azərbaycan. Bugün bölgədə yaşamayan millətləri gətirib dürtüblər, yəni bizim böyrümüzə ki, yəni onlardan dəfələrlə özlərinə lazım olanda təxribatdan istifadə eləsinlər. Bəlkə də hər şey ola bilər. Bu dediyiniz versiya çox uyğun ola bilər ki, bəlkə də yanlışlıqla vurublar. Hətta xatırlayırsınızsa o vaxt belə ölkə başçısı Rusiyaya MDB ölkələrinin qeyri-rəsmi toplantısına gedəndə belə hətta dedilər ki, ola bilərmi elə bir yanlışlıq olsun ki filan. Amma hər şey gözlənilir. Yəni bu dövlətlərdən, Azərbaycanı sevməyən İranla Rusiyadan, baxmayaraq ki, bugün İranda Azərbaycanlı Türk soydaşımız prezidentdir, amma hər kəsə məlumdur ki, prezident sadəcə orada simvolik bir xarakter daşıyır və orada dini şura, ali dini şura rəhbərlik edir və bütün istər parlamentdə olsun, istər icra edici, təyinatlı, idarə edən orqanlarda sadəcə olaraq, yəni bu Xameneyinin dedikləri fikirləri əsas götürülür. Yəni onun istəklərinə uyğun dövlət idarə olunur. Bu məsələlərdə yenə də düşünmürəm ki, yəni İran Rusiya bunu etməyə bilməz. Hər ehtimal gözlənilir. Sadəcə yaxın müddətdə Türkiyə, İranla Rusiyanın vəziyyəti elədir ki, ona risk edərmi? Və yaxud da ki, bəlkə deyir o dənizdə batan saman çöpündən yapışır məsələsi var. Bəlkə onunla son çırpınışları ilə göstərməyə çalışır ki, mən hələ də varam. Mən hələ də bunu eləyə bilərəm. Bəlkə bu təhdidləri eləyir. Amma əgər bu varsa, gələcək zamanlarda düşünmürəm ki, bu sakitə düşəcək. Türkiyə bugün, ola bilər ki, zaten Türkiyəyə hər şey bəlli olacaq. Türkiyə əgər bugün sakit sükutla keçəcəksə bu məsələnin üstündən, mütləq yaxın zamanlarda onun cavabını verəcək deyə düşünürəm.
İnşallah deyək və əziz tamaşaçılar, Gürcüstanda təyyarə qəzasında şəhid olan 20 Türkiyəli hərbiçinin hamısının nəşi tapılıb, yəni o bir nəfərin də nəşi tapılıb xəbərləri gəldi və bildirilir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bununla bağlı açıqlama verib, axtarış xilas etmə işləri zamanı sonuncu şəhidin də nəşi aşkarlanıb, qeyd edilib ki, bununla da axtarış xilas etmə işləri başa çatıb və əziz tamaşaçılar, xatırladaq ki, hadisə noyabrın 11-də olub və Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Hələ ki, qəza deyirik biz bu da. İndi bir İngilis pilot da danışıb, istəyirəm ki, onun açıqlamasını da oxuyum. Deməli, Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin keçmiş C-130 pilotu Scott Batman Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus təyyarə ilə bağlı irəli sürülən iddialara reaksiya verib. Özünün X hesabından paylaşım edən Batman iddiaları təksib edib. İddialara görə qəzaya səbəb C-130-un dizayn qüsurlarının olması və ya təyyarənin keçmiş qəzalar səbəbindən mühərrikinin yararsızlaşması olub. Batman isə bildirir ki, təyyarənin dizaynında heç bir qüsur olmayıb. Həmçinin bu təyyarə personal səhvlərinə də dözümlüdür, fikir verin. Bu artıq, deməli, görün hansı anlama gəlir? Təxribat anlamına gəlir, bəli. Deyir ki, RAF karyeramın çox hissəsində kapitan kimi C-130-u idarə etmişəm. Bu düşmən hücumu istisna olmaqla bütün şəraitə qarşı çox yüksək dözümlülüyə malik son dərəcə etibarlı bir təyyarədir. Keçmiş pilot C-130-un düşmən ərazisində əməliyyatlar üçün nəzərdə tutulmuş bir təyyarə olduğunu vurğulayıb, qəza zamanı həyatını itirənlərin xatirəsinə ehtiramını bildirən Batman qəza ilə bağlı fərziyyələrdən qaçınmaq lazım olduğunu qeyd edib. Əziz tamaşaçılar, bu dediyim kimi, özünün də dediyi kimi görün, deyir, karyeramın çox hissəsi, yəni bu C-130-u idarə etməklə keçib və dediyim kimi bu Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin keçmiş pilotudur, C-130-un pilotudur danışan adam. Ciddi həqiqətən də, yəni bütün bunlar isə ondan xəbər verir ki, burada bir iz var, mütləq və mütləq kənar bir müdaxilə var və görək altından kim çıxacaq. Hər halda bizə gözləmək qalır həm qara qutunun açılmasını, həm nəhayətində Türkiyənin dediyim kimi bir mövqeyini, elə bir mövqey ki, yəni bu 20 nəfərin qanı batmasın, o bayaq oxuduq Aykutun açıqlamasını. Hər kəsin ailəsində, dünən baxıram ki, əksəriyyəti cavandır, subaydır, bəziləri uşaq gözləyir, bəziləri ikinci evladını gözləyir, bəzilərinin həyat yoldaşı hamilə idi, dünən yazmışlar, 5 aylıq ilk evladını gözləyir. Belə dəhşətli həyat hekayələri, hamısı yarımçıq qalan həyat hekayələri. Dünən hətta birinin bir balaca uşağını qoymuşlar atasının şəkli sinəsində və ağlayan bir körpə. Təsirlidir, həqiqətən də bura bir insanlıq deməli, baxımından da yanaşsaq, olduqca dəhşətli bir hadisədir. Nə deyək, Allah günahkarların belə deyək, cəzasını versin. Əgər doğrudan da orada kənar müdaxilə varsa, doğrudan da bunu etməklə nəyə nail ola bilirsə. Yəni, Azərbaycanda keçirilən parad doğrudan mı adamların, ölkələrin narahat etdi bu qədər? Yəni, burada Azərbaycan, Türkiyə və Pakistan kimləri narahat edə bilərdi? Ancaq və ancaq, yəni, ortadadır. Kimi narahat edə biləcəyi ortadadır. Rusiyanı narahat edə biləcək, İranı narahat eləyəcək, Hindistanı narahat eləyəcək. Yəni, İsrail filan, yəni bu məsələni ümumiyyətlə düşünürəm gündəmdən çıxartmaq lazımdır. Ona görə ki, İsrail Azərbaycanla bağlı düşünmürəm ki, yəni bu addımı atar. Ən azından Azərbaycana münasibəti ilə bağlı. Həm də Türkiyənin qarşısında bu hərəkət eləməz. Yəni, İsrail Türkiyənin qarşısını almaz. Əksinə, İsrail məsəl üçün istəyər ki, Türkiyə ilə münasibətləri daha da yumşalsın, normallaşma həddinə gəlib çatsın. Üstəlik də bilirsiniz ki, məsələn, İbrahim anlaşmaları məsələsi artıq gündəmdədir. Azərbaycanın da, məsələn, Qazaxıstanın İbrahim anlaşmasına qoşulması oldu. Azərbaycanın da, bilirsiniz ki, Steve Witkoff, Amerika Birləşmiş Ştatları Prezidentinin köməkçisi Steve Witkoff qeyd elədi ki, yaxın zamanlarda 4-6 ölkə qoşula bilər İbrahim anlaşmasına və bu ölkələrin içində də
Azərbaycan da ehtimal olunur. Ona görə də yaxın zamanlarda belə bir dövlətlərlə münasibətlərdə, yəni İsrailin də bilirsiniz ki, Türkiyə ilə münasibətlərinin normallaşma prosesinə doğru gedir. Ona görə İsrail əsla Türkiyənin qarşısına almaz. Netanyahu Erdoğan'ı qarşısına almaz, belə deyək. Hətta Amerika Birləşmiş Ştatları buna icazə verməz. Bilirsiniz ki, Trumpla Netanyahunun görüşündə ötən aylarda Netanyahu açıq şəkildə qeyd eləmişdi ki, mən bilirəm ki, siz Erdoğan'ı necə sevirsiniz, necə onunla dostsuz. Hətta Trump'ın özü belə Erdoğan'la bağlı münasibətini bildirmişdi, böyük lideri adlandırmışdı. Ona görə də yəni bu məsələlərdə ehtimal oluna biləcək ölkələr sadəcə bax bu Rusiya, İran, Hindistan, yəni ola bilər. Bəzən qeyd edirlər ki, məsəl üçün sağ göstərib sol vurma məsələsi ola bilər, hətta güvəndiyimiz bir ölkə də ola bilər, amma düşünmürəm. Yəni burada o bəs iki ölkənin arasını vurmaq cəhdi necə? Məsəl üçün o var bizim ölkədən gedirdi da, yəni. O var. Bax məsələn mən də baxıram rəylərdə də yazırlar ki, bu Azərbaycan üçün bir ləkədir. Niyə ləkə olsun? Niyə ləkə olsun? Biz neyək ki ona? Biz nə edə bilərdik ki? Azərbaycan nə edə bilər ki? Tutaq ki, evinizə bir qonaq gəlib, qonağı sağ-salamat evindən yola salırsan, o qonaq getdi, yolda qəzaya düşdü. O bizə ləkə niyə saysın? Amma ölkələrin arasını vurmaq baxımından necə? Bunu düşünmüşəm də, hətta sosial şəbəkə segmentində də görmüşük ki, çox doğru qeyd elədiniz. Təsəvvür edin ki, evə qonaq gəlib, qonaq deyir ki, mən taksi ilə getmək istəyirəm. Amma mən deyirəm ki, yox, mən öz maşınımla səni aparacağam. Heç mən öz maşınımla da aparmamışam səni ki, yolda qəzaya keçim. Bu Azərbaycanın təyyarəsi deyil, helikopteri deyil. Hətta olsa belə bunu düşünənlər ki, Azərbaycan günahkardır düşünənlər sadəcə Azərbaycan-Türkiyə münasibətlərini yenə də vurmaq istəyən və o İranı, Rusiyanı dəstəkləyən qüvvələrdir. Çünki mən sosial şəbəkə segmentində hər iki tərəfdən, Azərbaycan və Türkiyə tərəfindən də bunun şahid oldum və adamların çox təəssüflər olsun ki, girib kimliklərinə baxanda baxırsan ki, məsəl üçün adamlar Dəmirtaşı dəstəkləyənlərdir. PKK-nı zamanında dəstəkləyənlərdir, Abdullah Öcalanın azadlığa çıxmaq istədiyini bilənlərdir. Bir bilirsiniz də, bugünün dünyada o qədər belə texnologiya inkişaf edib ki, hətta bir adamın yazdığı şərhinə, statusuna bəyənmə belə qoyanda onun münasibətini bilirsən. Baxırsan ona əsəbi qoyub, yoxsa ürək qoyub, və yaxud ki, like qoyub. Hətta bəyənmə ilə ürəyin arasında belə münasibətləri bilirsən ki, bu necə dəstəkləyir həmin məsələni? Yəni, o qədər bəsitdir ki, məsələn, bəzən təhlükəsizlik məsələlərində kimisə axtarıb tapa bilməyəndə öz-özümüzə düşünürük ki, biz oturmuşuq evdə, kimin bunu edə biləcəyini ehtimal eləyirik, amma ki, məsəl üçün, güc strukturları bunu tapa bilmir, məsələn. Amma yenə də qeyd etmək lazımdır ki, hamımız DTX olmuşuq, təhlükəsizlik xidmətli əməkdaşları olmuşuq, bunları hər birini çözməkdən, yəni bu problemlərdə. Ona görə də Azərbaycanın və Türkiyənin həqiqətən də arasını vurmaq istəyən qüvvələr var. Yəni bu qüvvələrdə sadəcə yenə də bizim o mənfur qonşularımızdan başqa bir kimsələr deyil. Bir daha təkrar edirəm ki, sosial şəbəkə segmentlərində, Türkiyənin də, Azərbaycanın da baxıram ki, rus dilli, belə deyim də, Rusiyanı dəstəkləyən, Rusiyanın yançıları olanlardır bu kimi təxribatlara uyanlar. Bir də Türkiyədə də həmin o Dəmirtaşı, PKK-nı, Abdullah Öcalanı dəstəkləyən qüvvələrin girirlər, məsəl üçün, sanki bunların Türkiyəyə daha çox canı yanırmış kimi göstərirlər. Yəni, bu bəsbəlli ortada aydın deyə, yəni özlərini heç gizlətməyə ehtiyac yoxdur. Çox rahat şəkildə stoklaya bilirsən həmin adamları. Aydındır. Deməli, Tərlan Məmmədov da bu maraqlı bir şərh yazıb. Deyir, doğrudan da bu təyyarəyə əgər təxribat olunubsa, bu sərhədlərin bağlı qalması anlamına gəlmir. Təxribat törətmək istəyən göylə də gəlir, göydə də təxribat törədir. Hər halda bu sərhədlərin açılması məsələsi ötən həftə də parlamentdə müzakirə olundu. Hətta bunu edən Hikmət Baboğlu idi, Yeni Azərbaycan Partiyasından olan deputat. O, deməli, xüsusilə onunla əlaqələndirirdi ki, artıq Ermənistana zaten Azərbaycan ərazisindən keçməklə taxıl da daşınır, yüklər göndərilir həm Rusiyadan, sırada növbədə isə Qazaxıstandan gələn növbəti yük karvanı var. Yəni, sərhədlərin açılması məsələsinə belə dolayısıyla oradan gəlmişdi. Artıq hakim partiyanın özündə də görünür, sərhədlərin bağlı qalmasının bir narahatlığı, ya narahatlıq deyim, ya da ki, bəlkə açılacaq ona görə əvvəlcədən, qabaqdan gəlmişdik deyim. Ola bilərmi o belə bir niyyəti var? Əslində, Rusiya-Ukrayna savaşı fonunda, yəni sərhədlərin açılmaması məsələsi gündəmdə var və ola bilər. Amma bir məsələ var, Ləman xanım. Sərhədlər bağlı olsun. Nə olar ki, məsəl üçün, başqa dövlətlərdə oxuyan tələbələrimiz,
və yaxud da ki, ailələr, məsəl üçün gəlmək istəyirlər, qayıtmaq istəyirlər Azərbaycana. Biletlər bilirsiniz ki, belə loru dildə desək, kəllə çarxdır. Yeganə Azərbaycandan uçuşlar həddindən artıq ciddi şəkildə baha qiymətə başa gəlir. Yəni, olmazmı ki, Azərbaycan vətəndaşlarına bu güzəşt eləyəsiniz? Yəni, tələbələri pulsuz daşıyın, pulsuz gətirin, yəni kasıb düşəcəksiniz. Yəni, bu sərhədləri bağlamısınız, bu vətəndaşa da təsir edir. Pandemiyadaydı, daha sonra 44 günlük müharibə oldu, daha sonra Rusiya-Ukrayna savaşı oldu. Anlayıram ki, o sərhədlər açılanda həqiqətən də yəni, hər kəs gəlib keçəcək də. Məsələn, Avropa Birliyinə niyə Türkiyəni qəbul eləmirdilər indiyə qədər də? Bu ərəblərin hamısının gəlib ki, bu Suriya, Livan məsələlərində ərəblər gəldilər, doldular Türkiyəyə və oradan sərhədləri ona görə istəmədilər ki, yəni ümumiyyətlə həm də o idi məqsəd ki, yəni tampon bir bölgə idi də Türkiyə onlar üçün. Açsaydılar Türkiyədən gəlib keçəcəklər. İndi də bizdə həmin vəziyyətdir. Amma bu vəziyyət o demək deyil ki, bizim vətəndaşlarımıza da şamil olmalıdır. Zaten orada nəzarət mexanizması var, gömrük var, sərhəd xidməti var. Yoxlayın da. Yoxlayın normal şəkildə bizim vətəndaşlarımızı keçirir. Necə ki, Gürcüstan vətəndaşları öz ölkələrinə rahat keçə bilirlər quru sərhəddi ilə. Biz niyə öz vətəndaşlarımıza bunu tətbiq etməyək? Və düşünürəm ki, Azərbaycan hökuməti bunun üzərində ciddi şəkildə düşünməlidir. Baxın, xatırlayırsınız da 2023-cü ilin fevral ayının 6-sında Türkiyədə zəlzələ olanda ciddi şəkildə ən ağır zəlzələlərdən biri oldu. Bizim orada 4 tələbəmiz həlak oldu zəlzələdə. Niyə? Çünki tətil vaxtında imkanları olmadı gəlsin ölkəyə. Evlərinə gəlməyə imkanları olmadığına görə dedilər ki, getməyək də, dərsi biraz gözləyək. Yəni, bəlkə o uşaqlar salamat qalacaqdı. Yəni, ona görə düşünürəm ki, bu kimi hallardan kifayət qədər nümunələr gətirmək olar və mən çox istəyərdim ki, o parlamentdən o Yeni Azərbaycan Partiyasının millət vəkilləri, ümumiyyətlə millət vəkili kürsüsündə əyləşənlər, məgər onların öz ərazilərində tələbələr yoxdur ki, xaricdə oxuyurlar. O qədər var. Xaricdə yaşayanlar yoxdur ki, o qədər var. Məsəl üçün, Rusiyada, Ukraynada yaşayan bizim soydaşlarımız var ki, məsələn, ölkəyə gəlmək istəyirlər, amma deyirlər ki, imkanımız yoxdur, ailəlikcə gələk. Onlara sahib çıxsınlar. Həmin o millət vəkilləri belə bir fikir səsləndirməkdənsə, hökumətə səslənsinlər ki, tamam, bu dövlətin təhlükəsizliyinin təminatı üçün sərhədlərin bağlı saxlanması mütləqdir. Tamam, bağlayın. Amma vətəndaşlarımızla bağlı güzəştlər tətbiq eləyin. Tələbələrin ölkəyə qayıtmasına, ailələrin ölkəyə rahat təhlükəsiz şəkildə qayıtmasına şərait yaradan olan buna imkanı yoxdur. Düşünürəm ki, bu məsələlərdə Milli Məclisdə sadəcə olaraq bu kimi fikirlər səsləndirmək, bu kimi hakimiyyətdən, yəni belə deyim də, təkliflər irəli sürməklə sərhədlər bağlı qalacaqsa həmin təqdirdə tələbələrin, ailələrin, vətəndaşlarımızın, Azərbaycan vətəndaşlarına bu qiymətlərdə ciddi şəkildə endirim güzəşt eləsinlər. Doğru və əziz tamaşaçılar, yeri gəlmişkən tanınmış Azərbaycanlı jurnalist də Türkiyədə faciəli şəkildə öldü. Bu, Euronews-un müxbiri Türkiyədə yol nəqliyyat hadisəsi nəticəsində həyatını itirən Emin İbrahimovdur. Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub Emin İbrahimov deyə Axaraz yazır. Onun Euronews üçün hazırladığı reportajlar, ələl-xüsusda 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən süjetləri, obyektivliyi və dərin peşəkarlığına görə böyük nüfuz qazanmışdı. Adi bir yol qəzasında insanlar həyatını itirir. Yəni, yerdə olan qəzalar o göydəki qəzalardan çoxdur. Göydə ildə, yanda bir dəfə olar, amma yerdə hər gün qəzalar var və onlarla insanımızı itiririk. Amma dərs çıxarmırıq, bundan dərs çıxarmırıq. Bütün bunlara rəğmən isə biz həmişə göydəki qəzalardan daha çox qorxuruq, əziz tamaşaçılar. Və yeri gəlmişkən daha bir Berkay, 27 yaşı vardı cəmi, 27 yaşlı hərbiçi Berkay Karacanın atası Nedim Karaca da danışıb, deyib ki, oğlum mənə dedi ki, ata, sən çayı çox sevirsən, deyə Azərbaycandan sənə çay alıb gətirirəm. Mənə zarafatla sataşırdı, bir qrup adam getdi, sonra biz də gələrik dedi, amma gələ bilmədi dedi. Və qəzada ölən İlhanın atası isə oğlumun arzusu şəhid olmaq idi. Bax, bu da çox təsirlidir. Azərbaycanda da var. Bax, belə real hekayələr. Pəncəli var idi. 44 günlük savaşda həmin o şəhidlərə baxırsan, dəhşətə gəlirsən də. Hərəsinin bir hekayəsi var, hərəsinin bir fikri var. Hamısı da deyir ki, bir gün, bir dəfə bizim Ənvər bəyin, birinci mavin Ənvər bəyin qohumuydu.
çox yaxın qohumu idi, şəhid olmuşdu. Mənim qarşıma çıxmışdı onun videosu ki, deyir bir gün baxarsınız, baxın Nuruzi şəhidlərdir. Və üstündən 2-3 gün keçmədi. Onlar terror 2023-cü ildə antiterror tədbirlərində həyatlarını itirdilər. Və video çəkiblər hamısı. Deyir ki, bir gün paylaşıb deyəcəksiniz ki, Nuruzi şəhidlər. Bəli, burada da deyir. Ürəklərinə damır sanki. Burada da deyir, oğlumun deyir toyunu yox, yasını edirəm. O anasına demişdi, ana mən şəhid olacağam, sən də vətən sağ olsun deyəcəksən, möhkəm dayanacaqsan, yaşasın vətən demiş idi. Bax, hər birinin hekayəsi, mən bunu bir oxşarını mən də Oğuzun Padar kəndində, Padar deyildi, Cavud kəndində, əvvəllər ermənilərin kəndi olmuşdu kənd. Orada bir Sevil ana, buradan baxırsa da salamlayıram. Amma onun oğlu, təsəvvür edin, qardaşını qadın itirmişdi 44 günlük müharibədə və 2021-ci il idi, səhv eləmirəmsə, yoxsa neçənci il idi, bilmirəm, 2022 idi. Nəsə, üstündən bir qısa bir müddət sonra da oğlunu itirdi. Oğlu isə hərbidə, təlimdə öldü. Ona şəhid adı da vermədilər. Mən hətta burada ərkim çatan bir neçə deputata da dedim ki, o ananın təsəllisidir. Çünki o uşaq demişdi ki, ana mən şəhid olacam. O uşağı da şəhidliyi vermədilər. Hərçənd ana deyirdi ki, mənim uşağım kefindən ölmədi ki, təlimdə getdi, öldü. Təlimə apardınız, təlimdə silah açıldı. Qulluq zamanı. Qulluq zamanı, xidmət zamanı oldu. Şəhidlik vermədilər, o da şəhid sayılır. Əminəm ki, Türkiyədə olsaydı ona mütləq şəhid adı veriləcək. Vermədilər. Mən burada neçə deputata ondan ötürü ağız açdım ki, o ana, o uşağın arzusu, o uşaq deyirdi ki, mən şəhid olacam. Heç olmasa o arzusunu reallaşdırın. Nədən qorxursunuz? 11 manat puldan mı? Yəni, dəhşətdir. Yəni, bax, o ana burada mən bu hekayələri, bu real qəhrəmanların hekayələrini deyirəm, real hekayələri. Və yadıma həm də elə özümüzün balaları düşür ki, onların da arzusu, yəni dilə gətirdi. Aşağı yuxarı eyni. Eyni talent. Onlar bilirlər də, vətən üçün gedəndə bilirlər ki, bunun sonu nə ola bilər. Və bütün demək olar ki, şəhidlərlə bağlı bu məsələləri, bu kimi belə deyək də, hekayələri eşidirik. Hətta mənim, Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, mənim atamın son günlərini, ölənləriniz rəhmətli görənlər deyirdilər ki, bilirsiniz ki, qızğın 92-ci ilin iyun ayı ən qızğın döyüşlərin getdiyi bir vaxt idi, 1-ci Qarabağ savaşı zamanı. Görənlər deyirdi ki, məsəl üçün baxırdıq ki, məsələn, çox qayğılı və s. deyirdi, bilirəm, yaxın günlərdə mən şəhid olacam. Yəni, bu oğullarımız harada olduqlarını bilirdilər. Nə üçün getdiklərini çox gözəl bildiklərinə görə yolun sonu harada bitəcəyini də bilirdilər. Amma əsas məsələ ondan ibarətdir ki, onlar bizdən çox yaşayacaqlar həqiqətən də. Biz unudulacağıq, gedəcəyik, amma onlar heç vaxt unudulmayacaqlar, hər birimizin ürəyində yaşayacaqlar. Çünki həqiqətən də onlar bir tarix yazdı və bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik. Əlbəttə ki, qazilərimizi, hərbçilərimizi də unutmuruq, yaralılarımıza da şəfa arzuluyuruq. Amin, amin. Təşəkkür edirəm Təminə xanım, çox sağ olun maraqlı söhbət üçün. Əziz tamaşaçılar, sizdən isə ricam, lütfən verilişimizi bəyənin və paylaşın olacaq. Qarşıda görüşəcəyik, salamat qalın.